Deməli, Almaniyada sizin üçün möhtəşəm otel və restoran tapmışam ki, bura meşənin ortasında gözəl təbiəti ilə, qiymətləri ilə fərqlənən həm restoran, həm də oteldir. Otaqlarına da söz ola bilməz. Bizə elə bir otaq ayırmışdılar ki, tam meşənin ortasında, təmiz hava ilə, zəngin, həm də qiymət tərəfdən həqiqətən də çox münasibdir. Deyə bilərsiniz ki, mənim o qədər də dil biliyim yoxdur. Mən bu oteli necə tapacağam? Qeyd edim ki, sahibi Azərbaycanlı olduğuna görə də dil problemi yaşamayacaqsınız. Yəni Azərbaycanca bütün sifarişləriniz qəbul olunur və həmçinin də burada Azərbaycanın möhtəşəm təamlarını dada bilərsiniz. Ki artıq 2 gündür buradayıq. Biz artıq Azərbaycan təamlarını paklavadan tutmuş kabablarına qədər, plovuna qədər hamısının dadına baxmışıq. Netflixdə məşhur filmlərə mövzu olan məhz bu məkan həmçinin özündə böyük tarixi gizlədən bir muzeyi əks etdirir. Əgər həqiqətən də istirahət etmək istəyirsinizsə, yolunuz Nettersheim Hofdan keçsin. Adresi isə sizin üçün paylaşıram. Xoş istirahətlər.